Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Zülfü Hacıyev adına Sumqayıt 17 nömrəli tam orta məktəbi bu ildə uğurlarını davam etdirib. Məktəbin 11-ci sinif şagirdi Əli Əskərov son buraxılış imtahanında maksimum 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticə göstərən məzunlar sırasında yer alıb. 11-ci sinifin buraxılış imtahanından tam nəticə göstərmişəm. Bu nəticəyə 9-cu sinifin imtahanı verdikdən sonra 2 il ərzində hazırlaşmağa başladım bu imtahan üçün və tam nəticə toplamağı bacardım. Burada ən çətinlik çəkdiyim fən Azərbaycan dili olmuşdur. Ona görə də digər fənlə nisbətən onun üzərinə biraz daha çox düşmüşdüm və yenə də tam nəticə toplamağı bacarmışam. İmtahanda birinci ingilis dilini işlədim. Sonra Azərbaycan dilində ən çətinlik çəkdiyim olduğu üçün onu sona saxlamış idim. Bundan sonraki məqsədim Bakı Ali Neft Məktəbi Universitetinə qəbul olub, informasiya təhlükəsizliyi ixtisası üzrə orada oxumaq və ondan sonra da karyerimə davam etmək. Bu nailiyyət yalnız Əlinin fərdi əzminin deyil, həm də məktəbin illərdir formalaşdırdığı yüksək səviyyəli tədris mühitinin və müəllim kollektivinin peşəkarlığının bariz göstəricisidir. Yəni, ibtidai sinifdən bu məktəbdə oxuyuram. Burada müəllimlərin də mənə çox köməyi olubdur. Müəllimlərin hamısına təşəkkür edirəm. Sinif rəhbərimdə başlamaqla Rayda müəllimə də təşəkkür edirəm. Ailəmə də təşəkkür edirəm. Anama da xüsusi təşəkkürlər bildirirəm. Və həmçinin bu məqsədimə çatmaq üçün mənə şərait yaradan, mənə kömək edən məktəbin 17 nömrəli məktəbin direktoru Rüfullayeva və Rəna müəlliməyə də təşəkkürlərimi bildirirəm. Əli müsahibəsində imtahan nəticələrindən aldığı təəssüratları bölüşərək bildirib ki, uğurun əsas səbəbi ardıcıl zəhmət, müəllimlərin dəstəyi və məktəb mühitidir. Digər abituriyentlərə tövsiyəm olar ki, gün ərzində vaxtınızı düzgün bölməlisiniz. Məsələn, deyək ki, 2 saat dərs oxumalısınız. Bundan boyun qaçırmamaq və yerinə yetirmək olar. Önünüzə məqsəd qoysaz, məqsədə çatmaq üçün daha çox çalışmaq istəyəsiniz və nail olasınız ona. Yəni, özünüz ruhdan düşməyin, sualların çətinliklərinə baxıb ruhdan düşməyin. Əvvəlki imtahanları işləyin. Mən də özüm də toplardan, əvvəlki imtahanlardan istifadə edərək təkrarlamışam, yeni mövzular öyrənmişəm. Bu uğur həm Əli Əskərovun şəxsi zəhmətinin nəticəsidir, həm də 17 nömrəli məktəbin tədris keyfiyyətinin, nizam-intizamlı təhsil mühitinin və peşəkar pedaqoji heyətinin birgə əməyinin parlaq göstəricisidir. 15 mart tarixində keçirilən 11-ci siniflərin buraxılış imtahanının nəticələri bəlli olandan bizim məktəbimizin pedaqoji kollektivinin sevincinin həddi-hüdudu yoxdur. Belə ki, məktəbimizin 11A sinif şagirdi Əskərov Əlinin nəticəsi ən maksimal nəticə olmuşdu. 300 baldan 300 balı toplamışdı Əli. Təbii ki, bu nəticə uzun müddətli zəhmətin, məqsədyönlülüyün və məsuliyyətin bir nəticəsidir və Əli bir balaca digər şagirdlərdən fərqlənən bir şagird idi. Həddən artıq məsuliyyətli, davamiyyəti yüksək olan bir şagird idi və onun əzmkarlığının nəticəsidir ki, o bu balı topladı və inanıram ki, onun bu nəticəsi digər məktəbimizin şagirdlərinə də motivasiya olacaq. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.